Xırdalan bazarını yenə qardaşım bilsən neyinir? Alt üst eləyir. Kupçalı mənzil. 3 otaq. Bilirsən neçədir? Özdə əşyalı. Bu ev 65 kvadratdan ibarətdir. Satış qiyməti 91.500 manat. Hətta və lakin endirim də olacaq. Evin bura zalıdır. Geniş bir dənə zal. Keçək əsas giriş hissəsindən tanış olaq. Mən sizə belə bir ev göstərirəm ki, evin giriş hissəsi buradır. Burada qəşəng bir dənə geniş dolab yığılıb. Burada yerləşir evin uşaq yataq otağı. Bax, belə bir uşaq yataq otağı var. Pəncərəsi var. Bir dənə də söz deyim sizə. Bu uşaq yataq otağından valideyn otağına keçməyə yer qoyublar. Bura keçə bilərsən. Yəni, uşaq ağladı elədi. Gəl elə belə sakitləşdir, keç oradan o tarafa. Hə, burada evin hamam sanuzeldir. Xırdalan şəhərində yerləşir. Mühəndislik Universitetinin yanında. Əsas yolun kənarında. Evin qarşısından şəhərə doğru birbaşa avtobus hərəkət edir. Həmən o göstərdiyim evin valideyn otağı. Bax, burada. Görürsünüz, özünün müstəqil pəncərəsi, balkonu, hər şəraiti var. Və əşyalar qalır. İstilik sistemi kombidir. Əşyalarda qalır. Oradan televizor, paltar, yuyan sözü və belə bir şeylər çıxacaq. Bura zaldır. Göstər, geniş bir dənə zal. Çox geniş. Konserner kimi hamısı qalır. Bu hissədə mətbəx. Bura evin mətbəx hissəsidir, bu gördüyün zalın baş tərəfində. Kompakt bir evdir. Yəni 65 kvadratı nə qədər istifadə eləyərsən ki, bu şey yarana. Yəni valideyn otağı ola, uşaq otağı ola, qonaq otağı ola, mətbəx ola və balkon da öz yerində qalır. Göstər. Balkonu da buradadır. Görsən? Belə bir qəşəng bina evidir. Qiymət həqiqətən çox yaxşı qiymətdir. Real bazar qiymətidir. Hətta hələ evdə əşyaları da çoxdur. Ona baxmayaraq 65 kvadrata çox gözəl bir proyekt veriblər. Çox yaxşı bir proyekt verirlər ki, hər otaqlar ayrı-ayrı özü üçün uşaq otağı, valideyn otağı, qonaq otağı. Satış qiyməti 91.500, sənəd kupça, mərtəbə 9. Gəl, yerində bax, razılaş, bina 15 mərtəbəli binadır. Real alıcıya yaxşı endirim olacaq, gələrsən danışarıq. Sağ olun, salamat qalın.